Azərbaycan dövlət müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün bərpa olunması və qorunması uğrunda qəhrəmancasına şəhid olaraq şəhadətə ucalan bütün şəhidlərimizin ruhu qarşısında baş əyirəm. Mən Tövbə Məmməd qızı bu şeirimi şəhid kapitan Əkbər Pənahov Bəyləroğlunun əziz xatirəsinə ithaf edirəm. Allahu Əkbər deyib, Əkbər döyüşə girdi. Şirin canından ötə vətənini sevirdi. Qisas almaq arzusu Əkbərə güc verirdi. Son sözü vətən, bayrağı kəfən oldu. Ulu Öndər məktəbin bitirmişdi igidim. Poladımdan nümunə götürmüşdü igidim. Aprel Tovuz döyüşünün cəngavəri igidim. Son sözü vətən, bayrağı kəfən oldu. Rəsulun, Cavidanın əmanət etdi bizə. Əkbərin igidliyi deməklə sığmaz sözə. Nurovun dağlarında qartal tək süzə-süzə. Son sözü vətən, bayrağı kəfən oldu. Əkbərin güllələrə sinəsin gərə-gərə, düşmənin canına saldı vəlvələ, şəhadətə qalxıb çaldı qələbə, son sözü vətən, bayrağı kəfən oldu. Anası qurban dedi balasının adına, dedi nəşi tapılsın, basım onu bağrıma, 9 ay sonra şəhid verdilər qucağına, son sözü vətən, bayrağı kəfən oldu. Uca zirvələrə açdı qanadın, Kəlbəcər Fatihi qoydular adın, igidləri tarixlərdə yaşadın, Əkbərim şəhid, bayrağı kəfən oldu. İgidləri tarixlərdə yaşadın, Əkbərim şəhid, bayrağı kəfən oldu.